Deyilənlərə görə 7-ci əsrdə İslam dinini yaymaq məqsədi ilə xilafət qoşununun tərkibində Azərbaycana gələn Övliya Üveyiz Qarani indiki Ağdaş rayonu ərazisində məskunlaşıb. Ömrünün axırınadək burada yaşayıb. 628-ci ildə dünyasını dəyişdiyi bildirilən Üveyiz Qaraninin məzarı bugünədək hər kəs tərəfindən ziyarət olunur. Ziyarətgahda nəzarətçi işləyən Hacı Məzahir deyir ki, 4 əsrdir ki, onun nəslinin nümayəndələri həmin yerin qorunub saxlanılmasını həyata keçirirlər. Biz bura qulluq elədiyimiz 300 ildən 400 ilə yaxındır. Deməli, 10 nəsildən 13-cü nəsil mənəm. Mənim də 70 yaşım var. Bildirildiyinə görə həmin yeri ilk dəfə ziyarətgah halına salan, oranı qoruyub saxlayan da Hacı Məzahirin ulu babalarından olan Molla İsmail kişi olub. İsmail Əfəndi. Bunun da qəbri də budur. Bunu təsadüfi burada yazır ki, 1124'dür burada. 1124. İndi də 1435'dir. Hicrili. Deməli 400 ilə yaxındır da, təxmini deyirəm indi mən. Ziyarətgahda əsas diqqət çəkən isə içərisində Üveyiz Qaraninin məzarı olan tikilinin üstünün açıq olmasıdır. Hacı Məzahir deyir ki, hələ 100 illər bundan öncə bu tikilinin üstünü bir neçə dəfə örtməyə çalışsalar da dam örtüyü öz-özünə uçub. Birinci evliyaların qəbri yağışdan, qardan nur götürür. Bu bir. İkinci də dedi, sizdən qabaq onu ata-babanız 2 dəfə qaytırıbdır, götürməyibdir. Hələ o yerə təndolar söhbət edirlərdi ki, o qayran o suya deyir ki, baba, gəl mənim üstümü hancaq örtmüşsən, elə də mənim üstümü açarsan. Ancaq gəlib görürlər ki, o çoxdur. Qeyd edək ki, haqqında danışdığımız ziyarətgah Ağdaş rayonunun Xınaxlı kəndində yerləşir. Elnar İbrahimova, Elçin Baxşalzadə, Samir Mirzəliyev, Ağdaş.